Salam Elçin müəllim. Salam, salam. Zəhmət olmasa bu məntiq sualın izahını deyə bilərsiniz. Baxım suala. Olduqca maraqlı məntiq testidir və gözəl bir yerdə verilmiş sualdır. Hal-hazırda Qəbələndəyik. Sualınız Dövlət İmtahan Mərkəzi tərəfindən istifadə olunmuş test tipidir. Mən izahını çəkib sizə göndərəcəm. Əziz tələbələr, belə bir sual verilmişdir. Gəlin görək necə həll olunur. Tərəzilər mövzusuna aid olan test tapşırığıdır. Gördüyünüz kimi ağ üç bucağın 15 olduğunu verib bizə. Biz əgər ağ üç bucağa 15 kilo yazsaq, kiloqramlarla qeyd edeyim, bunu da deyim sizə. Bu hissənin 30 kilo olduğunu bilirik. Həmin sağdakı nöqtə ilə eyni tarazlıqda olan soldakı nöqtənin çəkisi də 30 kiloqramdır. Onda belə çıxır ki, əgər bizdən ulduzu sorursaydı, biz buna 30 kiloqram deyərdik. Baxın, sol tərəf 30, sağ tərəf 30. Deməli, birləşdiyi hissənin çəkisi olur 60 kiloqram. Sol tərəf 60 kiloqramdırsa, deməli, sağ tərəfində çəkisi olur 60 kiloqram. Və beləliklə, əgər bizdən ağ yumruları soruşsaydı, çevrələrin çəkisi olasıydı 30 kiloqram, 30 kiloqram. Daha sonra yuxarıda bu qeyd etdiyim nöqtənin gördüyünüz kimi aşağı sol, aşağı sağ tərəfi hərəsi 60 kilo olduğuna görə deməli, həmin nöqtə olur 120 kiloqram. Onda belə çıxır ki, sağ tərəf 120 kiloqramdırsa, sol tərəfin də 120 kiloqram olduğunu bilirik. Əgər yuxarıya doğru gedəndə biz gördüyünüz kimi 2-yə vururduqsa, aşağıya doğru gedəndə də 2-yə bölürük. Yəni 120-nin yarısını sola, yarısını sağa yazırıq və beləliklə əgər bizdən yumru içində x-in nə olduğunu sorursaydı, biz buna 60 kiloqram deyərdik. Amma bizdən təbii ki, qara üçbucağı soruşur, artıq biz istədiyimizi tapmışıq. Və qara üçbucağının 2 dənə olduğuna görə 60-ı 2 yerə bölürük, 30 kiloqram, 30 kiloqram, yəni düzgün variant olur 30Y variantı. Bu formada əldə edə bilərsiniz.